Salam əziz dostlar, dəyərli kanal izləyiciləri, axşamınız xeyirli olsun. Hər birimizi kanalımızda xoş gördük. Bugün mən tərlan sizləri gözəl 2 mərtəbəli modern üslubda tikilmiş həyət evindən salamlayıram. Hər vaxtınız xeyirli olsun bir daha. Çox vaxtınızı almıram. Ev haqqında məlumatları nəzərinizə çatdırım. 180 kvadrat 2 sotda monolit betonla bütün açıqlamanı verəcəm detallı. İçəridə otaqlarla tanış olan hamısını deyəcəm inşallah. Üz görünüşü evin bu qaydada. Həyəti ilə tanış olaq. Avtomatik jalüzi qapısı, əlavə giriş qapısıdır. Bisetkası var. Manqalnisi yerləşir burada. Burada bu hissədə əlavə zapas ehtiyac su çəni yerləşir. 6 ton, bəlkə 6 tondan biraz artıqdır. Yəni qəza baş verəndə istifadə eləməkdən ötürü. Yəni də qışda donması da olmur. Evin dörd bir tərəfinə təbii ki keçmək mümkündür. Həyətlə tanış olduq. Rahat bir 3 dənə maşın həyətinə girir. Birini bu hissədə, ikisində yan bayan saxlamaq olar. Və keçək evin içərisindən tanış olaq. Ya Allah, salam əleykum. Dəhliz. Birinci pol monolit, birinci mərtəbə monolitli istipoldur. Girişdə belə güzgüdən dekoru yığılıb. Lepkalardan istifadə olunub. Işıqlandırılma sistemi. Sağ tərəfdə yerləşir qonaq otağı. Gizli işıqlar, lüstr üçün şnurlar qoyulub. Spot işıqlar. Twistent yeri yığılıb hal-hazırda. Bura zal. Zalla üzbəüz yerləşir bizim mətbəx. Genişdir. Mətbəxi böyüdür. Çıxarış kupçalıdır. İpoteka və ya nəqd yoluna ala bilərsiniz. Burada yerləşir bir yataq otağı. 4 yataq otağı var ümumilikdə. Birinci mərtəbənin sanitar sanuzeli. Burada pələkanın altında kombi olacaq. Biraz işlər tamamlanmalıdır. Və kombi qoyulub. Yəni biz, məsələn, burada yer qoyulub. Paltar yuyan üçün də əlavə. Paltar yuyanı burada da qoya bilərsiniz. Çamaşırxana eltmək olar burada. Və buranı yığıb əlavə başqa əşyalar da qoymaq olar. İstipolunu tənzimləmələri yerləşir burada. Birinci mərtəbə ilə tanış olduq. Qalxaq ikinci mərtəbəyə. Pələkanlardakı təbii ki betonlandı. Yığılıb, qəşəng, səliqəli. İkinci mərtəbə üçün işıqlandırma və bu da buzlu, birinci mərtəbə buzlu şüşədir və açılır havalandırma üçün. İkinci mərtəbə. Üst yataq otağı yerləşir. Birinci yataq otağı. Otaqlar da genişdir maşallah. Otaqlar da genişdir. Böyük yataq otağıdır. Burada bu otaqda da twistent də yığılıb burada. Zal kimi istifadə eləmək olar. Qonaq otağı kimi və yaxud yataq otağı kimi. İkinci mərtəbənin sanitar sanuzeli. Havalandırılmasına qədər var. Və üçüncü yataq otağı. Bir də burada içəridə sanuzel qoyulub. Sadəcə bir kranında belə deyək, yuyulmaq üçün qoyulub bu. Və çıxaq balkona və balkonu həyətin buradan çəkin. Binə qəsəbəsində 88 nömrəli məktəbə yaxın bir yerdə yerləşir əzizlərim. Kupçalıdır, 2 sot. 2 sotdan bir tamız artıqdır, belə deyək, biraz artıqdır. 180 kvadrat, start qiyməti 180 mindir. Təbii ki, real alıcı ilə qiymətdə söhbət eləmək olacaq, razılaşma olacaq. Nəqd və ipoteka ilə əldə edə bilərsiniz. Ev haqqında bugün bu qədər. Sağ olun, sağlıqla qalın. Növbəti
çəkilişlərdə görüşmək ümidi ilə. Sağ olun əziz dostlar.